Bismillahirrahmanirrahim. Əziz müminlər, sizləri xoş gördük əhlibeyt-akka.com saytında. Bizə belə bir sualla müraciət eləyiblər. Əhlibeyt akka saytına müraciət eləyiblər ki, biz Tövbə surəsinin 100-cü ayəsinə aydınlıq gətirin. Bu çox vacib məsələdir. Biz də sizin bu istəklərinizi nəzərə alıb, inşallah bu barədə müxtəsər şəkildə söhbət eləyərik və həmçinin biz sizdən gözləyirik ki, öz təkliflərinizi, iradlarınızı, öz suallarınızı, sizi maraqlandıran mövzuları bizə göndərin, biz də o barədə söhbət eləyək və cavablandıraq. Əuzu billah minəşşeytanirracim. والسابقون الأولون من المهاجرين والأنصار والذين اتبعوهم بإحسان رضي الله عنهم ورضوا عنه وأعد لهم جنات تجري تحتها الأنهار خالدين فيها أبدا ذلك الفوز العظيم صدق الله العلي العظيم. Allah Teala Tövbə surəsinin 100-cü ayəsində buyurur ki, mühacir və ənsarın ilk qabaqcılları, yəni imanda ilk qabaqcılları və həmçinin onlara tabi, onlara yaxşılıqla tabi olanlardan Allah razıdır, onlar da Allahdan razıdırlar və Allah Teala onlar üçün altından çaylar axan cənnətlər hazırlayıb, onlar orada əbədi qalacaqlar və bu doğrudan da böyük bir uğurdur. Gördüyünüz kimi burada وَالسَّابِقُونَ الْأَوَّلُونَ ilk qabaqcıllardan söhbət gedir. Minəl muhacirinə vəl-ənsar, həm mühacirlərdən, yəni Məkkə əhalisindən, Məkkədən Mədinəyə köç edənlərdən, həm də ənsardan, yəni Mədinə əhalisindən ilk qabaqcıllar. Yəni Həzrəti Peyğəmbərə ilk iman gətirənlər, hicrət eləyənlər, fərq eləməz. İstər ənsardan olsun, ilk iman gətirənlər, istər hicrət eləyənlərdən olsun. Və yaxud bunlara tabi olanlar olsun, yaxşılıqla tabi olanlar, bunların yolunu gedənlər. Allah Teala onlardan razıdır. Onlar da Allahdan razıdır. Ne üçün? Çünki ilk dəfə işi görmək, yəni başlanğıc çətindir. İlk addımı atmaq çətindir. Biz görürük ki, elə dünyada da əksər hadisələrin mənbəsi bir nəfərin addımına bağlı olur, ya bir nəfərin sözünə bağlı olur, ya bir nəfərin hansısa bir əməli nəticəsində o qığılcım kimi olur və hər yeri alovlandırır, şöylələndirir, işıq verir hər yerə. Məsələn, bu yaxınlarda Tunisdə nə üçün inqilab baş verdi? Bir göyərti satan öz həyatından bezdi, öz vəziyyətinin çətinliyinə dözə bilmədi, cəmaatın ortasında, bazarın ortasında od vurub özünü yandırdı. Və Tunisdə bununla da inqilab başladı və zalim kralı oradan qovdular. Bir hal, ilk iş çətindir, ilk addım çətindir, iradə istəyir, əzm istəyir. O ki, qala əqidəvi məsələlərdə olsun bu. Öz dinindən əl çəkəsən ilk olaraq, bütün təqiblərə, təzyiqlərə, dostların tənələrinə, valideyn və s. cəmiyyət, bütün bunlara məhəl qoymadan öz əqidəsini dəyişdirib, hansısa bir əqidəni qəbul etmək, xüsusilə İslamı qəbul etmək böyük iş sayılırdı. Və bu çox çətin bir məsələ idi. Ona görə Allah Teala bu ayədə təqdir eləyir. Onların bu işini dəyərləndirir. Deyir ki, onların işləri təqdirə layiqdir. Çünki ilk olaraq bu addımı atıblar. Quran-ı Kərimin nəzərində ilk addım atanlar, qabaqcıllar, xüsusilə imanda qabaqcıl olanlar həmişə öndə gediblər və onların dərəcələri çox yüksək dərəcədə qeyd olunub. Əs-sabiqun, əs-sabiqun, ulaikəl müqarrabun. İlk qabaqcıllar, doğrudan da onlardır Allaha yaxın olanlar. Vaqiə surəsinin ayələridir bunlar. Biz Quran-ı Kərimin nəzərinə baxanda görürük ki, ilk iman gətirənlər,
ilk işi görənlər, ilk dəfə hansısa yaxşı, müsbət əməli yerinə yetirənlər təqdirə layiq olub və dərəcəsi də çox böyük bir tərzdə qeyd olunub. Ona görə bu ayədə Allah Teala buyurur ki, Allah onlardan razıdır, onlar da Allahdan razıdır. Və Allah Teala onlar üçün cənnətlər hazırlayıb, onlar orada əbədi qalacaqlar, bu böyük uğurdur. Bu ayəyə baxanda minəl muhacirinə vəl ənsar kəlməsindən biz başa düşürük ki, bütün mühacir və ənsar yox, min kəlməsi təbiiz bildirir ərəb qrammatikasında, yəni bəziyyət, bəziləri, hamısı yox. Çünki çox hicrət edənlər oldu ki, əslində elə onların hicrət eləməsi bir yerdən başqa bir yerə köç etməkdən başqa bir şey olmadı. Elə əvvəlki qaranlığında, əvvəlki kobudluqlarında, əvvəlki münafiqliyində qaldılar. Həzrəti Əli əleyhissalamın gözəl bir kəlamı var. Buyurur ki, çoxları dedilər ki, hicrət eləmişik, amma hicrət eləməyiblər. Həqiqətən hicrət etmək o deməkdir ki, insan öz pisliklərini, qaranlıqlarını tərk eləyib, yaxşılığa, işığa doğru hərəkət eləsin, köç eləsin. Allah və Rəsuluna doğru köç eləsin. Buna deyərlər hicrət, əsl hicrət. Onlar dininə görə, əqidəsinə görə Məkkəni tərk eləyib Mədinəyə getdilər. Bu təqdirə layiq idi. Amma bundan da önəmli məsələ, onlar içindən də dəyişsəydilər, yaxşılığa doğru köç etsəydilər, tövbə etsəydilər, öz qaranlıqlarını, öz kobudluqlarını qırağa qoysaydılar, nur üstünə nur gələrdi. Amma təəssüflər olsun ki, bəziləri axıra qədər bunu eləyə bilmədi və nəinki eləyə bilmədi, axıra qədər hətta Peyğəmbər yataqda olarkən ona hörmətsizlik elədi. Həm Peyğəmbərin sağlam vaxtında hörmətsizlik eləyirdilər, Peyğəmbərdən qabaq söz danışırdılar, Peyğəmbərdən qabaq Peyğəmbər öz nəzərini, öz sözünü deməmiş, onlar tez dinirdilər, Peyğəmbərin sözünü kəsirdilər. Allah Teala Hucurat surəsinin 1-ci ayəsini nazil elədi ki, ey möminlər, Allah və Peyğəmbərindən qabağa düşməyin, səsinizi Peyğəmbərin səsindən ucaltmayın, əməlləriniz hamısı batil olar. Təsəvvür eləyin, insanlar bir ömür əməl eləsin, amma gəlsin Peyğəmbərə hörmətsizlik eləsin, Peyğəmbərdən qabağa keçsin, öz səsini Peyğəmbərin səsindən ucaltsaydı, Allah Teala buyurur ki, əməllərinizi puç eləyərəm, batil eləyərəm. Çünki Peyğəmbərə hörmət vacibdir. Peyğəmbər Allahın elçisidir, nümayəndəsidir, səfiridir. Ona hörmətsizlik Allaha hörmətsizlikdir. Və Hucurat surəsinin təfsirində siz baxarsınız, Əhl-i Sünnə mənbələrində də qeyd olunub, təfsir kitablarına baxın, bu şəxsiyyətlər kimlər idi? Ömər və Əbu Bəkir. Bu iki nəfərdən ibarət idi ki, öz səslərini Peyğəmbərin səsindən ucaltdılar. Peyğəmbər dinməmiş, onlar nəzər söylədilər. Ayə nazil oldu ki, Peyğəmbərdən qabağa keçməyin. Peyğəmbər yataqda olarkən, baxın görün, Peyğəmbər yataqdadır, öz ümmətinin taleyini düşünür. Buyurur ki, mənə kağız qələm gətirin, elə bir söz yazım ki, heç vaxt məndən sonra azmayın. Kaş yazaydı, kaş imkan verəydilər ki, Peyğəmbər o sözü yazaydı. Təsəvvür edin, indi ayrı seçkilik, şiə sünnü, hansısa bir təriqət olmazdı. Azğınlıqdan amanda qalardı İslam ümməti. Əgər o kağızda o mətləblər yazılsaydı. Amma durdular, dedilər ki, Peyğəmbər sayıqlayır, nəuzu billah. Peyğəmbər sayıqlayır, Allahın kitabı bizə kifayət edər. Doğrudan mı Allahın kitabı bizə kifayət edər? Allahın kitabı indi də bizim aramızdadır. Bəs niyə bizim aramızda vəhdət yoxdur? Bəs niyə bizlər zəlalətə gedirik, azğınlığa gedirik? Şeytan bizi azdırır. Demək, bu bir. İkincisi də sən Allahın Rəsulundan çox bilirsənmi ki, deyirsən Allahın kitabı bizə kifayətdir, ey Peyğəmbər, sən səhv düşünürsən, bizə lazım deyil sənin dediklərin, yazdıqların. Ona görə bu sözü də deyən kim idi? Baxın, həm Səhih Müslimə, Səhih Buxariyə, baxın, orada Peyğəmbərin xəstəliyi, vəfatı, o bölümlərə baxın,
o şəxs, o sözü deyən Ömər ibn Xəttab idi. Sonralar ikinci xəlifə oldu. Bunlar hicrət etdilər, amma daxildən hicrət eləmədilər. Ona görə min kəlməsi deyib, ayırıb. Buyurur ki, minəl muhacirinə vəl-ənsar. Həmçinin, bəli, biz o mümin mühacir və ənsardan razıyıq. Allah ondan razıdır, onlardan razıdır, onlar da Allahdan razıdırlar. Bizim gözümüz üstə yerləri var, mümindilər, Peyğəmbərin hamiləri olublar, Peyğəmbərin dostları olublar. Amma 101, 102 və digər ayələri də unutmayaq. Bir şuar var Qur'an-ı Kərimdə. Qur'an-ı Kərim o şuarı, o sözü Yəhudilər barəsində deyib. Buyurur ki, yu'minuna bi ba'dil kitab və yekfuruna bi ba'd. Onlar, Yəhudilər, kitabın bəzisinə iman gətirirdilər, bəzisinə kafir olurdular. Gəlin, biz İslam ümməti Yəhudilər kimi eləməyək. Elə bir ayəni götürüb nəticə çıxartmayaq. Bir aşağıya da baxaq 101-də, 102-də nə deyir bəs? 102-ni oxuyuruq, 101-i oxuyuruq. وَمِمَّنْ حَوْلَكُمْ مِنَ الْأَعْرَابِ مُنَافِقُونَ. Sizin ətrafınızda olan ərəblərdən bir qrupu da münafiqdirlər, ikiyüzlüdürlər. Zahirdə gəlib deyirlər ki, İslamı qəbul elədik, Peyğəmbəri qəbul elədik. Amma daxildə ayrıdırlar, müşrikdirlər daxildə, kafirdirlər daxildə. وَمِنْ أَهْلِ الْمَدِينَ. Mədinə halisindən də bir qrupu münafiqdir. مَرَدُوا عَلَى النِّفَاقِ. Nifaqda mahir olublar, ustadlar nifaqda, ikiyüzlülükdə. La ta'ləmuhum. Bu çox mühümdür. Ey Peyğəmbər, sən onları tanımırsan. Nəhnu na'ləmuhum. Biz tanıyırıq. Bəzi münafiqlər vardı, Peyğəmbər tanıyırdı onları. Və məşhur idi. Onların da başçısı Abdullah ibn Ubey idi. Amma bəzilərdə Quran buyurur ki, sənin yanındadılar. Səninlə birlikdə namaz qılırlar. Amma münafiqdirlər. Qəlbində başqa şey düşünürlər. Ondan sonra Allah təala buyurur: "Sənu'azzibuhum mərrəteyn." 2 qat onlara əzab verərik. "Summa yuradduna ila azabin azim." Sonra böyük bir əzaba onları düçar eləyərik. Həmçinin biz bir qeydi də deməliyik ki, vacibdir deyək ki, o da bundan ibarətdir ki, Allah Taala'nın bir şəxsdən razı olması o demək deyil ki, o daha günah eləməz. Əbədi olaraq məsum oldu, vəssalam. Və yaxud bizim onları mühakimə etmək haqqımız yoxdur, xeyr. Biz Qur'anın gözü ilə hər kəsə yanaşırıq. Biz Qur'anın dili ilə hər kəsə yanaşırıq. Səhabələrə də o cür. Səhabələrə Qur'anın dili ilə yanaşırıq. Qur'anın gözü ilə baxırıq. Qur'an kimlərə mömin deyirsə, mömindirlər və qəbulumuzdur. Kimlərə münafiq deyirsə, münafiqdirlər. Kimlərə kafir deyir, kafirdirlər. Necə ola bilər? Allah Teala öz Peyğəmbərinə deyir ki, buyurur, mən burada qeyd eləmişəm, Zümər surəsi 65-ci ayədə. وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ. Ey Peyğəmbər, sən və səndən əvvəlki Peyğəmbərlərə də biz bu cür vəhiy eləmişik. Onları xəbərdar etmişik. لَإِنْ أَشْرَكْتَ لَيَحْبَتَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Əgər Allaha şərik qoşsan, sənin əməllərin məhv olacaq, puç olacaq. Və ziyan çəkmişlərdən olacaqsan, mütləq. Allah öz Peyğəmbərinə bu cür yanaşır. Necə ola bilər ki, adi bir şəxs yaxşı işlər görür, Allah ondan razı olur, amma sonra günah da eləsə belə, cinayət də eləsə, qan da töksə, yenə bizim ixtiyarımız yoxdur onu mühakimə eləyək. Yenə bizim ixtiyarımız yoxdur ki, ona münafiq deyək, ona yolunu azmış deyək. Necə ola bilər? Necə ola bilər ki, İslamda ilk müsəlman savaşına səbəb olan Təlhə və Zübeyri biz deyək ki, Allah onlardan razıdır. Neçə min adam orada öldürüldü hər iki tərəfdən. Həzrəti Əliyə qarşı çıxdılar. Cəməl müharibəsini törətdilər. Ayşə xanımı da bu fitnəyə vadar elədilər. Gəldilər, Cəməl müharibəsini minlərlə müsəlmanın qanını tökdülər.
Yenə deyək, Allah onlardan razıdır. Xeyr. Hardan deyirsən Allah onlardan razıdır? Allah Teala buyurur ki, mən kimdən razıyamsa, həmən işinə görə razıyam. Həmən anda ondan razıyam. Sonra günah eləsə, günahdan Allah razı deyir. Allah Teala buyurur ki, ey Peyğəmbər, de, innallaha la ya'muru bil ayənin ərəbcəsi mənim yadımdan çıxdı. Ayənin tərcüməsi bundan ibarətdir ki, de ki, Allah Teala pisliyə və çirkinliyə əmr eləməz. İnnallaha la ya'muru bis-su'i vel-fahşa. Allah Teala pisliyə və pozğunluğu əmr eləməz. Necə ola bilər ki, siz ya hər hansı bir insan qəbul edir ki, Allah Teala onun günahından razıdır? Necə ola bilər? Harada yazılıb bu? Quran belə bir şey demir. Peyğəmbər belə bir şey demir. Hətta Quran-ı Kərim Peyğəmbər barəsində buyurdu ki, sənin əməllərin məhv olacaq, əgər Allaha şərik qoşsan. Ya buyurur ki, لَوْ تَقَوَّلْنَا عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ. Əgər Peyğəmbər bizə yalan desə, bizim adımızdan yalan desə, onun damarını qırarıq. Onun damarlarını qırarıq. Allah Teala bu cür yanaşır. Allah Teala günahla razı olmur. Razılaşmır günahla. Ona görə elə bunun cavabı Tövbə 102-də Allah Teala buyurur: "Və axarun i'tarafu bi zunubihim khalatu amalan salihan." Bir qrupları da var idi ki, onlar öz günahlarını etiraf elədilər Allahın qarşısında və ondan sonra başladılar əməli salih iş görməyə, mömin oldular. Tövbə etdilər, mömin oldular. Hətta əməli salih iş gördülər. Əməli salihdən Allah razıdır. Bunu Quran-ı Kərimdə ifadə eləyir. Ondan sonra buyurur: "Və axara seyyiən." Ondan sonra günah etdilər. Ondan sonra günah etdilər. Əsallah ən yətubə aleyhim. Ümid var ki, Allah onları bağışlasın. Onlar gərək tövbə etsinlər. Onlar gərək tövbə etsinlər. Görürsən, Allah ondan əvvəl razı idi, əməli salih iş görürdülər, amma günah etdilər, Allah buyurur ki, xeyr. Allah bağışlamaz. Tövbə etsələr, ola bilsin Allah. Demir, Allah bağışlayır onları. Deyir, əsa, mümkündür, ola bilsin Allah onları bağışladı. Ona görə biz gərək diqqətli yanaşaq Quran-ı Kərimin. Həmçinin biz Quran-ı Kərimə baxdıqda görürük ki, bir qrup səhabələr var, fasiqdirlər. Quran-ı Kərim Hucurat surəsində 6-cı ayədə onlara fasiq deyir. Bir qrup səhabələrə deyir ki, siz Peyğəmbəri günahlandırırsınız. Əgər Peyğəmbər döyüşdə sizə çox qənimət versə, ondan razı qalarsınız, amma az versə, razı qalmazsınız. Qənimətə görə Peyğəmbərdən razı olanlar var idi. Var dövlətə görə Peyğəmbərə yaxın olanlar var idi. Döyüşə gedənlər var idi. Həmçinin, məsələn, Əhl-i Sünnənin nəzərinə görə Nur surəsində Ayşə xanım haqqında o atılan iftiraları orada Quran-ı Kərim tənqid eləyir və buyurur ki, Ayşənin paklığına Allah Teala orada şəhadət verir. Əhl-i Sünnənin nəzəri budur. Amma biz, sualımız bundadır ki, o iftira yaxanlar Ayşə xanıma, onlar kimləridir? Onlar səhabələr deyildimi? Səhabələr deyildi, bəs kimləridir? Səhabə nədir? Peyğəmbərin yanında olan, iman gətirən. İman gətirmişlər, səhabə idilər. Amma Ayşə xanıma iftira yaxdılar. Allah da onlara münafiq deyə müraciət elədi. Bu Əhl-i Sünnənin nəzərinə görə mən deyirəm. Mən o ayənin şiə nəzəri ilə danışmıram. İnşallah o barədə xüsusi mövzu olaraq biz danışarıq. Mən Əraf surəsinin bu ayəsini oxuyum, onunla da İnşallah mövzumuzu yekunlaşdıraq. Əraf surəsində Allah Teala 175, 176, 177 bu ayələri Allah Teala Quran-ı Kərimdə Əraf surəsində 175-ci ayədə buyurur: "Vətul aleyhim nəbə'əl-ləzi ətəynahu ayatina." Ey Peyğəmbər, oxu o şəxslərə həmən insanın dastanını. Biz ona
ayələrimizi vermişdik. Ayələrimizi ona vermişdik. Fənsələxə minha. O isə ayələrimizi tərk elədi. Fəətbəəhu şeytan. Şeytan onun sorağına getdi. Demir, şeytan onun sorağına getdi, şeytan onu azdırdı və o ayələrimizi tərk elədi. Buyurur ki, o ayələrimizi tərk elədi, şeytan sonra onun sorağına getdi. Bu ayədən məlum olur ki, şeytan da ondan məyus imiş. Bu, həmən şəxs Musa Peyğəmbərin dövründə yaşayan Bələm Baura haqqında nazil olub bu ayə. Bələm Baura alim şəxsidir, təqvalı şəxsidir, mümin şəxsidir, Musa Peyğəmbərə iman gətirmişdi. Hətta o dərəcədə idi ki, Musa Peyğəmbər gedirdi onun yanına, deyirdi ki, mənim üçün dua elə, Bəni İsrail üçün dua elə, sənin duanı Allah qəbul eləyir, ismi əzəmi bilirdi. O cür şəxsiyyət Allah təala buyurur, biz ayələrimizi ona vermişdik, o ayələrimizi tərk elədi, şeytan onun sorağına getdi, fəkənə minəl qavin və azmışlardan oldu. Ayələri Allah Taala'nın buyurur ki, ayələrimizi verdiyimiz şəxs sonra azır. Allahın razı olduğu bir şəxs azır. Quranın nəzəri budur. Azsa Allah Taala bax necə ona misal vurur. Buyurur ki, وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا. Əgər istəsəydik, biz o ayələrin vasitəsilə onun dərəcəsini qaldırardıq. وَلَكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ. Amma özü istəmədi, dünyadan yapışdı. فَاتَّبَعَ هَوَاهُ. Öz nəfsani istəklərinə tabi oldu. Fironun hədiyyələri onu azdırdı. Firon o qədər hədiyyə verdi, yavaş-yavaş azdı və Musaya qarşı çıxdı. Hətta getdi dağın başına Musaya nifrin eləsin. Amma Allah Taala onun yadından hər şey çıxartdı. Ondan sonra buyurur, فَمَسَلُهُ كَمَسَلِ الْكَالِبِ. O itə bənziyir. Misalı itin misalı kimidir. اِنْ تَحْمِلْ عَلَيْهِ يَلْهَذْ اَوْ تَتْرُكُ يَلْهَذْ. O xəstə, susuzluq xəstəliyinə duçar olmuş it, ləhliyir susuzluqdan. Quran buyurur ki, sən ona su versən də, o ləhliyər, dili bayırdadır, verməsən də. Onun xəstəliyi şəfa tapan deyil. Bax, Allahın razı olduğu bir şəxsiyyət gəlir hansı səviyyəyə düşür və itin misalına çevrilir. Həmçinin uzağa nə üçün gedirik? Şeytan 6000 il Allaha ibadət elədi. Mələklərin səviyyəsinə qədər qalxdı, amma axırda nə oldu? Aqibəti nə oldu? Aqibət mühümdür. İslamın nəzərində, Qur'anın nəzərində meyar aqibətdir. Aqibətin xeyirli olmasını hətta Peyğəmbərlər, ilahi şəxsiyyətlər istəyirlər ki, axırımı xeyir elə ilahi. وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ. İlahi öləndə bizi yaxşı insan kimi öldür. Mühüm budur. Bəli, biz qəbul edirik. Bir qrup sahabələr, ümumiyyətlə Peyğəmbərin sahabələri iman gətirdilər, əziyyət çəkdilər, hicrət etdilər, müharibələrdə iştirak etdilər. Çox çətin bir anlar idi, ev eşiklərindən oldular. Amma sonralar azdılar, nəfsani istəklərinə tabi oldular. Kasıblıqdan, imtihandan yaxşı çıxdılar, amma varlılıqda isə imtihandan keçə bilmədilər, çıxa bilmədilər. Peyğəmbərin hörmətini sındırdılar. Peyğəmbərdən sonra onun qızının evinə, xanım Fatimə Zəhranın evinə hücum çəkdilər. Qapısını yandırdılar. Bu əhl-i sünnə mənbələrində var. Ondan sonra Həzrəti Əlinin haqqını qəsb elədilər, xilafəti qəsb elədilər. Müsəlman qırğınına səbəb oldular. Müsəlmana qılınc qaldırdılar. Muaviyyə kimi bir şəxsiyyəti yetişdirdilər. Və Muaviyyə İslamın əleyhinə nə qədər çalışdı, nə qədər Peyğəmbər sahabələri öldürdü, nə qədər Həzrəti Əliyə qarşı çıxdı. İndi yaxşı bunların bu cür cinayətlərinə Allah Teala nətər razı ola bilər? Necə biz deyə bilərik ki, onlar sahabələr də Allah da ondan razıdır. Sən Qur'anın bir ayəsini tutmusan, iman gətirmirsən, o birisi ayəsinə nə üçün kafir olursan? Əgər tövbə 100-də Allahın razı olduğu müminlər varsa, sahabələr varsa, bizim gözümüz üstündədir. Amma 101-də də münafiqləri tənqid eləyirsə və onları əzabla hədəliyirsə, o da bizim gözümüzdə olmalıdır. Biz Qur'anın gözü ilə hər kəsə yanaşmalıyıq və sahabələr də o qəbildən. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.